Salam. Elə suallar var ki, ilk baxışdan çox sadə görünür, amma əslində arxasında əsrlərlə davam edən mübahisələr yatır. Elə mübahisələr ki, bütöv elmi sahələri bir-birinə qarşı qoyur. Gəlin, bugün məhz belə bir sualın arxasınca düşək. Sualımız budur. 0 natural ədəddir. Yəqin ki, məktəbdə sizə bununla bağlı bir mənalı bir cavab öyrədiblər. Amma işin əsli heç də göründüyü qədər sadə deyil. Əslində, bu, böyük bir mübahisə mövzusudur. Baxın, bütün məsələ də elə buradadır. Kompüter elmləri bu suala qəti şəkildə bəli deyir. Çünki onlar üçün 0 hər şeyin başlanğıcıdır. Riyaziyyatçılar isə biraz tərəddüd edirlər. Onların cavabı daha çox belə səslənir. Vəziyyətə baxır. Yaxşı, gəlin bugün nələrə baxacağımızı sürətli şəkildə nəzərdən keçirək. Həm sıfırın tərəfdarlarının, həm də əleyhdarlarının dəlillərini dinləyəcəyik. Sonra görəcəyik ki, bu mübahisə təkcə kabinetlərdə getmir, bütün dünyanı əhatə edir və sonda bütün bunların əslində niyə bu qədər vacib olduğunu aydınlaşdıracağıq. Yaxşı, gəlin başlayaq. İlk olaraq sıfırı natural ədədlər ailəsinə sevə-sevə daxil edənlərin arqumentlərinə qulaq asaq. Baxın, bir cəbir professoru deyir ki, 0 bütün rəqəmlərin ən naturalıdır və bu söz əslində çox dərin bir mənanı ifadə edir. Onlar üçün 0 sadəcə bir rəqəm deyil, riyazi dünyanı daha, daha səliqəli, daha zərif edən bir açardır. Bəs niyə belə düşünürlər? Bir neçə güclü səbəb var. Məsələn, cəbirdə sıfırı əlavə edəndə natural ədədlər çox səliqəli bir sistemə çevrilir. Hər şey yerli yerində olur. Çoxluqlar nəzəriyyəsində isə axı, boş bir qutuda neçə əşya var? Sualının bir cavabı olmalıdır, düzdürmü? Bax, o cavab sıfırdır. Və təbii ki, proqramçılar üçün sıfır həyatidir. Onlar üçün hər şey birdən yox, məhz sıfırdan başlayır. Qısacası, sıfırla hər şey daha asan və daha məntiqli görünür. Yaxşı, bu bir tərəf idi. Amma hekayə bununla bitmir. İndi gəlin medalın o bir üzünü çevirək və görək, bəs niyə bəziləri sıfırı qətiyyən natural hesab etmək istəmir? Və inanın, onların da dəlilləri az deyil. Ən sadə və bəlkə də ən güclü arqument budur. Biz saymağa başlayanda birdən başlayırıq. Elə deyil, heç kim almalarını saymağa 0, 1, 2 deyə başlamır axı. Uşaqların belə bildiyi bir şeydir bu. Tamamilə intuitivdir. Bu intuitiv yanaşmanın arxasında həm də tarixi gerçəklik var. İnsanlar min illərdir ki, saymaq üçün 1, 2, 3 istifadə edib. Sıfır anlayışı riyaziyyata çox sonra gəlib. Üstəlik, riyazi analiz kimi sahələrdə sıfırı kənarda saxlamaq işləri xeyli asanlaşdırır. Sıfıra bölmə kimi baş ağrılarından qurtulursan. Məhz buna görə də bir çox məktəbdə sayma ədədlərini, yəni birdən başlayanları ayrı öyrədirlər. Amma düşünməyin ki, bu mübahisə yalnız riyaziyyatçılarla proqramçılar arasında gedir. Xeyr, məsələ daha da böyükdür. Bu, sözün əsl mənasında beynəlxalq bir məsələdir. Bu cədvəl vəziyyətin nə qədər maraqlı olduğunu göstərir. Təsəvvür edin, sizin uşağınızın riyaziyyatın ən təməl anlayışlarından birini necə öyrənməsi sadəcə olaraq harada yaşadığınıza bağlıdır. Məsələn, bizdə, Azərbaycanda, eləcə də Hindistan və Almaniyada uşaqlara öyrədirlər ki, natural ədədlər birdən başlayır. Amma bir fransız uşağından soruşsanız, o sizə tam əminliklə deyəcək ki, sıfırdan natural ədəddir. Vəziyyət o qədər ciddidir ki, hətta riyaziyyatçılar öz aralarında zarafat edirlər. Deyirlər ki, konfranslarda fransız həmkarlarını məcbur edirlər ki, düzgün işarələmədən istifadə etsinlər. Görünür, hərə öz konvensiyasına necə də möhkəm yapışıb. Yaxşı, bu qədər mübahisə, bu qədər fərqli fikir. Bəs axır ki, düzgün cavab nədir? 0 naturaldır, yoxsa deyil? Gəlin artıq bu sirrin üstünü açaq. Baxın, bir Reddit istifadəçisi məsələni o qədər gözəl ümumiləşdirib ki, deyir ki, 0 o vaxt natural əvəddir ki, bu mənə sərf edir. Bu zarafat kimi səslənsə də, əslində həqiqətin tan özüdür. Deməli, işin sirri budur. Düzgün cavab yoxdur. Çünki bu, bir həqiqət məsələsi deyil, bir konvensiya, yəni razılaşma məsələsidir. Riyaziyyatda bəzi qaydalar kainatın qanunu deyil. Sadəcə mütəxəssislərin işlərini asanlaşdırmaq üçün öz aralarında razılaşdığı bir şeydir. Söhbət nə doğrudur sualından yox, nə daha rahatdır sualından gedir. Bəs peşəkarlar bu qarışıqlıqla necə bacarır? Çox sadə. Onlar natural ədəd kimi qeyri-müəyyən bir ifadədən qaçırlar. Əvəzində tam olaraq nəyi nəzərdə tutduqlarını deyirlər.
Yəni, sadəcə olaraq daha dəqiq danışırlar. Və siz də eynisini edə bilərsiniz. Əgər birdən başlayan rəqəmləri nəzərdə tutursunuzsa, deyin müsbət tam ədədlər. Yox əgər sıfırı da daxil etmək istəyirsinizsə, deyin mənfi olmayan tam ədədlər. Bu qədər sadə. Beləcə, bütün anlaşılmazlıq aradan qalxır. Yaxşı, deyə bilərsiniz ki, bütün bunlar kimin vecinədir. Amma bu sadə sualın arxasında əslində riyaziyyatın özü haqqında çox vacib bir məqam gizlənir. Deməli, biz nə öyrəndik? Birincisi, riyaziyyat dağdan inmiş ilahi qanunlar deyil, insanların dünyanı anlamaq üçün yaratdığı bir dildir. İkincisi, bu dilin qaydaları, yəni tərifləri, həqiqət yox, sadəcə birər alətdir. Və ən əsası, hansı alətin ən yaxşı olduğu sənin hansı işi görməyə çalışdığından asılıdır. Yəni kontekst hər şeydir. Və bu da bizi çox maraqlı bir suala gətirib çıxarır. Əgər ən bəsit, ən təməl rəqəmlərimizin tərifi belə bir seçim məsələsidirsə, və sonda riyaziyyatda dəmir qanun hesab etdiyimiz başqa nələr əslində sadəcə bizim razılaşmamız ola bilər. Bax bu, həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır.